Dondurma dadında yüngül bilinçik tortu resepti. Bu video kimin qarşısına çıxdısa takip atıb dəstək olsun zəhmət olmasa. Çünki səhifəmdə sizə aid videolar çoxdur. İndi isə gələk reseptə. Həqiqətən bu resept çox dadlıdır. Kimlər sınasa mütləq razı qalacaq və növbəti dəfələrdə yenə bişirəcək. İlk öncə bir qaba 2 stəkan un ələyirsiniz. Bir qabartma, 1 vanil, 3 dolu xörək qaşığı kakao. Kakao vurmaya da bilərsiniz. Qarışımı qarışdırdıqdan sonra üstünə otaq temperaturunda yarım litr süd əlavə edirsiniz. 1 stəkan da ilıq su. Yəni soyuq olsun da, qaynar olmasın. Ayrı bir qabda otaq temperaturunda 3 yumurtanı çalxalayırsınız yaxşı-yaxşı və üzərinə 1 stəkandan biraz az pesok töküb yenə qarışdırırsınız və qarışımın üzərinə tökürsünüz. Pesokun üzərinə 1 çimdik duz da tökməyi unutmayın. Yumurtanı da qarışıma əlavə edəndən sonra 5 xörək qaşığı dolusu duru yağ əlavə edirsiniz. O da çalışın xaladenkdə olmasın. Əsas püf nöqtəsini deyim ki sizə, necə istəyirsiniz qarışdırın bu qarışımı. Çünki sonda süzgəcin üzərindən keçirəcəksiniz ki, birinciniz dıbır-dıbır qalmasın. Bu resepti götürdüyüm xanım çox yavaş-yavaş qarışdırırdı ki, şirniyyatın xəmirində unlar topa-topa qalmasın. Amma mən süzgəcdən keçirdirəm ki, mənim işim rahat olsun. Sonra isə bilincik tavasında hazırlayıram mən. Normal tavada da hazırlaya bilərsiniz, amma bilincik tavanız varsa bu daha rahatdır, daha tez bitirişiniz. Fikir verdinizsə, xəmirin bütün məhsullarını xaladenkdə olmasın dedim. Çünki öncədən çıxardıb otaq temperaturunda eləsəz daha yaxşı alınacaq. Amma qaymağı isə qaymağı öncədən soyuducuda qalanda daha yaxşı olur. Ən az 1 saat qalıb soyuq olanda daha yaxşı bərkləşir. Burada mən 1 malako istifadə eləmişəm, amma 2 malako istifadə eləsəz həmin qaymağa ümumiyyətlə marorna kimi ya da dondurma kimi olacaq, çox dadlı olacaq. Mən dekor up qaymağı istifadə edirəm. Dediyim kimi 2 malako əlavə eləsəz üzərinə daha gözəl olacaq. İnanın ki, çox möhtəşəm tort olur. Yəni dəyişik bir tort olur da. Hər zaman yediyiniz biskvit tortlarından çox fərqlidir. Mütləq şəkildə sınayın, razılığınızı mənimlə bölüşün. Mən bu işləri görürəm. 3 övladımla həm də onlayn işləyib pul qazanıram. Kimlər məlumat almaq istəyirsə buyurub yaza bilər.